Salam, sabahınız xeyir olsun qızlar. Hər vaxtınız xeyirli, uğurlu, bərəkətli açılsın. Necəsiz? Nə var, nə yox? Elə keçdim balkona. Dedim, bir-iki dənə soğan götürün buradan. Günləri yarpaq dolması nə idi? Kələm dolması bişirəcəm. Güllərimə baxın. Özünə gəliblər. Yadınızda da yayda belə pis olmuşlar. O da günəşdən idi. Bir də yadınızdadır, Novruz bayramında gül almışdım. Belə adı yadımdan çıxdı. Belə bənövşəyə gül idi. Baxın, açır yenə yavaş-yavaş. İnşallah Novruz bayramı üçün açacaq. Bu da mənim evkaliptim. Neyiniz, necəsiz? Havadakı soyuqdur. Bir dənə girək içəri. 2-3 dənə soğan götürüm mən buradan. Əlim, gedək başlayaq işimizi görməyə. Qızlar, baxın, indi bu günləri neyniyəcəyik? Onu deyim sizə. Bu günləri işığı bir rəngə yandırın. Bu günləri menyuda nə var? Bu günləri menyuda kələm dolmasıdır. Ondan sonra səsim gedir, gəlir. Ondan sonra yeni blinçik eləmək istəyirəm. Dünənlər biz izləyicim mənə WhatsAppda yazdı. Bir dənə reseptlidir mənə. Sadəcə olaraq məndə süd yoxdur. Südüm bitib, var idi, qutardı. Südüm yoxdur, amma həmin resepti iminə su ilə eləyəcəm. Yoxlayarıq, baxarıq. Hamınız keçən dəfə dediniz ki, blinçikin xəmiri çox durudur. Amma məsəl üçün mən həmişə tavada eləyəndə həmişə o duruluqda eləyirəm. Çünki bizdə nazik xoşlayırlar, qalın xoşlamırlar. İndi bu dəfə bu birisi reseptlə yoxlayacağım. Baxaq görək necədir. İndi əti zadı çəkək. Hamısını, soğanı doğrayım, əti çəkim, blinçikin ətini qoyum bişməyə. Ondan sonra kələmin ətini çəkim, soğanı, hamısını, pul fabrikatını hazırlayım, qoyum qırağa. Sonra gedərik, kələm alarıq. Kələmim yoxdur. Həmə beləncinə. Bismillah deyək, başlayaq. Bunları da birinci götürüm ki, əti çəkəndə sırçlamasın o tərəfə, bu tərəfə. Qızlar, başladım kələm dolmasının pul fabrikatını hazırlamağa. Deməli, nələr vurdum, onu deyim sizə. Tomatı var, əti var, soğanı var, düyüsü var, pul biberi var, paprikası var, qara istiotu var, limon duzu var. Bir də reyhan var, yayda qurutduğum reyhandır. Ondan əlavə elədim. İndi yağı əlavə eləyəcəm, qarışdıracağım, qoyacağım, biraz saxlayacağım ki, biraz özünü tutsun. Duzunu vurmamışam, indi duzunu da vuracağım. Biraz özünü tutsun. Ya ət, biraz yağsız ətdir, ona görə biraz yağını bol eləyirəm. Sonra yağı əlavə eləməyəcəm. Belə. Ondan sonra duzunu vurum, duz. Əslində mən mağazində gedəcəkdim. Mən getsəm, yeməyim qalacaq. Ona görə oğluma dedim, oğlum düşəcək. Duzla şey alsam, kələm. Sübəsdir. İndi gedişata baxacam da görüm vəziyyəti necədir. Duzla, hər şeylə baxacam. Yaxşı ki, marazilikada məndə soy dondurucuda tomat var idi. Ondan əlavə elədim. Tomatım qutarıb, bitib bağdadır.
Əti də qoymuşam. Blinçikin ətini bişməyə qoymuşam. Bunu hazırlayayım. Ondan sonra blinçikin xəmirini hazırlayacağım. Bunu qoyun bir kənara. Demək qızlar, başladım blinçika hazırlamağa. Saat 2-yə qalıb. Tez hazırlayayım ki, tez hazırlansın. Deməli, bizə Şəhla xanım mənə resepti demişdi dönənləri, dediyim kimi WhatsAppda. Deməli, nə edir? 5 ədəd yumurta, 5 stəkan süd, duz, sonra pesok istəyən pesok, ondan sonra 5 xörək qaşığı duru yağ, 5 stəkan un. Bunları qarışdırırsan yaxşıca, topaqları olmasında. Sonra onu götürürsən, şey elirsən, 2 stəkan qaynar su tökürsən, qarışdırırsan, sonra onu süzürsən, başlayırsan hazırlamağa. İndi məndə süd yoxdur, sudur. Südün yerinə su eləyəcəm. Bilirsiniz ki, mən eləyirəm də, yəni evdə nə varsa ondan hazırlayacağım. Gəlin. 5 dənə yumurta tökdüm içərisinə. Mən ümumiyyətcə blinçikdə şəkər tozunu sevmirəm. Ona görə şəkər tozu ümumiyyətcə vurmayacağım. Heç evdə də yoxdur. Çünki niyə? Axır vaxtlarda görsəniz ki, mən bişdi şey eləmirəm də. Deməli, bu ikinci stəkan. Heç bilməm, bundan neçə ədəd çıxacaq? 2, 3, 4, bu 5 stəkan. Bütün üstün başım məndə hamısı undur da, un. Unlu afaq. Deməli belə, bunu qarışdıram. Duzunu tökəcəm. Oğlum getdi. Duzla şey almalı. Duru yağ əlavə eləyək. Məndə duru yağ kərə yağı ilə birlikdədir. Ona görə bəsdir. Bəsdir. Ümumiyyətcə mən İran yağı istifadə edirəm qızlar. Bunu belə elədik. İndi un. Çörəyin xəmirini də qoymuşam xofkaya. Xəmir biraz bir vaxtlaca gəlsin. Sonra şey yiyəcəm. Çörəyə qoyacağım. Deməli 5 stəkan un. Belə qızlar. Günüm mənim ancaq mətbəxdə keçir. Bu birinci stəkan. Əslində mən üçün əsas vacib odur ki, çox qatı olmasın.
2 stəkan qaynar su tökdüm bunun içərisinə. Gördüm qatıdır. 1 stəkana yaxın yenə qaynar su tökdüm. İndi tökmüşəm bura bişməyə. Çünki dediyim kimi bizdə evdə qatı xoşlamırlar. Heç xoşlamırlar. Elə bilirlər ki, dediklərinə görə elə bir xəmir yeyirlər. Ona görə biraz da su tökdüm. Məncə yaxşı oldu. İndi əgər getdikcə yenə qatı olsa, yenə su əlavə eləyəcəm. Çünki bilirsiniz ki, xəmir qaldıqca qatılaşır. Bu qızarsın. Da belə tökdüm. Ama yapışmadı. Keçən dəfə nə idisə bilmirəm, tələsirdimmi, nə idisə istəyirdim tez-tez hazırlayım. Aləm dəymişdi bir-birinə. Hamısını bişirim, qutarım. Axşam çaydanda qəşəngcəni təmizləyərik. Qazın içində batır, dəbulçı olsun, pişsin. Mən də qızılcıq şərbətini qoşum, ona baxa-baxa eləyim. Dolmanı bükdüm, qoymuşam bişməyə. Suyu çəkilsin, dəqiqə. Suyu çəkilsin, tez qəşəng. Daha açılmadı. Qazın içərisini bişsin, qazın içərisini təmizləyəcəyik. Sizinlə birlikdə, hər şey sizinlə birlikdə eləyirəm qızlar. Gəlin, qabları yudum, düzdür. Bezməyəsiz hər dəfə. İndi qaraları ataq maşına. Qəşəngcənə yusun, paltaları sərməmişdən qabaq, ağ paltalarım var, uşaqların paltaları, daroşkanı götürək, qəşəngcənə çırpaq bayırda, qəşəng çırpaq, buranı gələrək süpürüm, polu bir dənə silim, yemək bişəndən sonra bu şkafı bir də silərik birlikdə. Oğlum belə bir şey aldı, su aldı, qantel kimi işlətməyə. Dedi ki, suyu üçün bitirin, ondan sonra qantel kimi işlədəcəm. Və belə. Gəlin maşını qoşaq qaraları. Belə qızlar. Elə bir qaralar yoxdur, çox azdır. Bunları ataq. Yusun bəlkə əynimdəkini də bir dəfəni çıxardım. Onu da qoşum, qoyusun. Əynimdə sviter var idi. Deyirəm elə bunu da bir dəfəlik qoşum, qoyusun. Əlim yeni botuşdaşım. Elə də kökəlməmişəm qızlar. Çox cüzi. O da ki, evdəkilər çox bəyənmədilər. Hamısı dedi ki, sənə belə yaraşmır. Çox arıq yaraşmır sənə. Biraz əmələ gəl. Özdə bu çəkini də çox gec götürmüşəm qızlar. Maşını qoşduq. Gəlin. Qaraları, ümumiyyətcə rəngliləri tez qoyuram. Göstərim sizə. Baxın, qaralardır. Hamısını bыстır istirkada qoyuram. Kimdə bu maşın varsa, qara 40-a qoyuram. Bir də orada sviter var deyə çox istəmirəm belə abarot eləsin də, fırlatsın, xarab eləsin. 61 dəqiqəyə qoşuruq. Bu getdi belə. Bu belənin içinə paltarları sərməmişdən qabaq gəlin daroşkanı çırpaq bayırda.
Hə, deyim, daruşanı çırpaq, yəni əlini yox. Paltarları sərdik. İndi gedək polda bir dənə Kur'an polunu silək. Yenə qəşəng hava var. Çox qəşəng hava var qızlar. Çox. Gəlin indi bir dənə polu silək. Gedim suyu gətirim. Suyu hazırlayım, buralar silək. Yemək də yəqin ki o vaxta kimi hazır olacaq. Bunu götürürüm mən. Yox, hələ suyu var, hələ qoy bir isməyində olsun bu. Все kızlar, 5 dəqiqə keçdi artıq. Buralar qurudu. Yer qurudu. Xalçanı bir dənə salaq. O vaxta kimi bir dənə baxın bu yeməyin içərisində nə vəziyyətdədir. Ay Allah. Biraz kərə yağı istəyirəm. Düzdür, yağ çox oldu. Amma biraz kərə yağı vurmaq istəyirəm ki. Biraz istəyirəm ha, kərə yağı istəyir. Qoy bir dənə mən töküm onun içərisinə. Qızlar, un da qalıb kulokun içərisində. Onu şeyləyə bilmirəm, boşalda bilmirəm başqa yerə. Bu yandı. Bu lazım deyil bizə. Bir un, elə bir ki 2 dənə 10 kiloluq un almışdıq. Onun biri xarab çıxdı. Xarab deyəndə ki gəlmir də, çörək eləyirəm, qalxmır. Nə qədər elədim, alınmadı da. İkincisini açdım. Hə, gördüm ki o daha yaxşıdır. Hə, ona görə onu
qabında saxlamışam. Bunu beləncə qoymuşam. Tez obrisini eləyirəm ki, tez biş-düş eləyirəm ki, tez bitsin ki, bunu boşaldım o həmin qabın içərisinə. Biraz da qalsın. Az qalmış. Mən də xalçanı sardım. Ya da ki, axırda eləyərik. Mebellərin üstünü yığışdırandan sonra, təmizləyəndən sonra, ondan sonra xalçanı sərərəm. Qızlar, bir dənə dolma çıxıb. Allah olmayanlara qismət eləsin. Bir dənə qəşəng dolma çıxıb. Belə rənginə zadına baxmayın. İndi telefonda yaxşı əks olmur. Daha da çox qəşəngdir, mükəmməldir də. Çox ləzzətli çıxıb. İndi dedim, bir dənə qazın içərisini qəşəng təmizləyək. Bunu bilmirəm də hara qoyum. Nə edeyim? Bir də çaydanın içərisində su var. Onu götürək qoya, dolduraq bunun içərisinə. İnanırsınız, filtrın suyunu mən qaynadıram da artıq harasa 2 gündür. O qədər qəşəng dadlıdır, şip-şirin gəlir. Bunu boşaldım. Yuyacam ona görə. Çaydanı yuyum da. Qabları yudum. Bir-iki dənə şey var, onları indi buralı qıralları təmizləmədim ki, onsuz da şey eləyəcəm, siz deyin, qazın içərisini təmizləyəcəm.
Belə qızlar, axşam kuxlanı təmizlədim, mebellərin üstünü sildim. Yeməyə qoydum qazın üstünə, çaydanı sürtdüm. Amma çaydanı elə bir ki, qapağını çox sürtdüm, rəngini apardım. Baxın, çox sürtdüm. Çox sürtdüm. Bilmədim, elə bildim yağda kirdi, elə sürtü. Əlimə nəsə gəlirdi. Dedim, yəqin yağdı da, kirdi, elə sürt ki, sürtəsən rəngini apardım. Belə təmizlədim. Buranı da şeylədim, təmizlədim. Saçılar göstərmədim. Bunu götürəcəm buradan. Çörək qırıntıları qoyuram. Siz də belə şeylərsiniz. Xalçanın üstünə keçəndə ayaqqabı çıxardıram. Çox vaxtı. Bir də görsən, yadımdan çıxanda ayaqqabından keçirəm. Amma belənçini silirəm. Çıxardıram ayağımdan. Belə, bu qaldı belə. Burada da belə. Всё. Təmiz oldu məncə. Bir dənə maşının içindəkini, paltaları da çıxardım. Onu artıq sabah yəqin ki sərərəm. İstəyirəm mən qızlar sizinlə burada sağollaşım. Ümid edirəm ki təmizliyimi bəyəndiniz. Arada mixəyim getdi, qırıldı. Duz qabı var, Paşa Bağçanın duz qabları bunlar. Bunun içərisinə mixəy qoymuşdum. Getdi, sındı. Belənçinə qızlar. Sağ olun, sağla qalın, özünüzə yaxşı baxın, çaydan da qaynasın, söndürüm. Hər birinizi öpürəm, çox sağ olun ki izlədiniz. Əgər kim ki arıqlamaq istəyirsə, evdə olan ərzaqlarla arıqlamaq istəyirsə, ac qalmadan həftə arıqlayım, sonra bir həftənin içində onun iki qatını artırım, yox. Sözün əsl mənasında arıqlamaq istəyirsinizsə və çəkini geri qaytarmaq istəmirsinizsə, əgər çox yesəz, yəni 1 ay, 2 ay çox yesəz, o çəki gələcək, yavaş-yavaş artacaq. Yəni ki, mənim dediyim odur ki, bir var ki, tez arıqlayırsan, tezdə çəkini verirsən. Bir də var ki, arıqlayırsan, sənin piylərin gedir də, bildiniz necə. Əgər onu arıqlamaq istəyirsinizsə, sağlam şəkildə qidalamaq istəyirsinizsə, yəni fərqi bu yoxdur. Zob xəstəliyi olsun, ondan sonra insulin dirənci olsun, qəşəng də arıqlayacaqsınız qızlar. Gəlin qoşulun mənim komandama, qrupuma qoşulun, görəcəksiniz. Ödəniş 15 manatdır, 1 aylıq 15 manat. Gəlin, mən dietolog deyiləm, həmişə dediyim kimi dietolog deyiləm. Amma necə arıqlamışam, onu sizlə bölüşürəm, paylaşıram. Arıqlamaq istəyənlər gəlib qoşula bilər, heç nə itirməyəcəksiniz. Əgər doğrudan da ürəkdən arıqlamaq istəyirsinizsə və siz onu bacarmırsınızsa, gəlin qoşulun, görəcəksiniz necə arıqlayırsınız. Amma mənim dediklərim birə-bir eləsəz, birə eləməsəz, bilin ki arıqlamayacaqsınız. Qızlarım hamısını eləyir də, necə lazımdır eləyir, nəticələrini də görürlər. Sağ olun, sağla qalın, özünüzə yaxşı baxın. İnşallah gələn videolarda görüşmək ümidi ilə. Hələlik.